Azərbaycanın dövlətçilik ənənələri tarixi minilliklərdən şərəflə keçərək Səfəvi imperiyası, Şirvanşahlar dövləti və sonraki tarixi inkişaf mərhələlərində böyük dövlətçilik təfəkkürlü liderlərin yetişməsi ilə zəngindir. Bu xüsusiyyətlər göstərir ki, Cənubi Qafqazda Azərbaycan xalqının dövlətçilik ənənələri dərin bünövrələr əsasında inkişaf etmişdir. 19-cu əsrdə Çar Rusiyası tərəfindən işğala məruz qalan Azərbaycan dövlətçilik ənənələrini mənəvi və ideoloji mübarizədə davam etdirmiş, 20-ci əsrin əvvəlində 1918-ci ildə isə Müsəlman şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətini quraraq suverenlik ideyalarına bir daha tarixi yaşam haqqı qazandırmışdır. Lakin cəmi 23 ay sonra Bolşevik işğalı ilə bu müstəqilliyə son qoyulmuş, Azərbaycan uzun illər öz tarixi mövcudluğunu SSR-nin tərkibində davam etdirmişdir. 1980-90-cı illərdə Sovet rejiminin süqutu ilə xalqımızın azadlıq mübarizəsi yeni mərhələyə qədəm qoymuşdur. Bu çətin və keşməkeşli dövrdə Azərbaycan xalqı milli kimliyini qoruyaraq azad və müstəqil dövlətə sahib olmaq ideyasına sadiq qalmış və 1991-ci ildə yenidən öz müstəqilliyini bərpa etmişdir. Azərbaycanın dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi Ulu Öndər Heydər Əliyevin adı ilə birbaşa bağlıdır. 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev ölkədə siyasi stabilliyi bərpa edərək hüquqi dövlət quruculuğu prosesini gücləndirdi və Azərbaycanın beynəlxalq aləmdə tanınmasını təmin etdi. Onun uzaq görən və qətiyyətli siyasəti nəticəsində dövlət institutları formalaşdı, ordu quruculuğu həyata keçirildi və ölkənin suverenliyi real məzmun kəsb etdi. Ulu Öndərin rəhbərliyi ilə qəbul olunmuş 1995-ci il konstitusiyası müstəqil Azərbaycan Respublikasının hüquqi təməlini qoydu və milli inkişafın yol xəritəsini müəyyənləşdirdi. Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev, ölkəmizin suverenliyinin möhkəmləndirilməsi, iqtisadi və hərbi gücün artırılması istiqamətində tarixi nailiyyətlərə imza atmışdır. Prezident İlham Əliyevin qətiyyətli və uzaq görən siyasəti nəticəsində Azərbaycan regionda lider dövlətə çevrilmiş, beynəlxalq arenalarda nüfuzunu əhəmiyyətli dərəcədə artırmışdır. Onun rəhbərliyi ilə həyata keçirilən uğurlu diplomatik, hərbi və siyasi strategiyalar sayəsində 2020-ci il Vətən müharibəsində Azərbaycanın parlaq qələbəsi təmin edilmiş, 2023-cü ilin sentyabrında isə erməni işğalçılarının zəbt etdiyi torpaqlarımızın geri alınması, uğurlu antiterror əməliyyatı ilə dövlətin suverenliyi tam şəkildə bərpa olunmuşdur. Bu mühüm tarixi hadisələr nəticəsində Azərbaycanın konstitusiya quruluşu işğaldan azad olunmuş bütün ərazilərdə bərqərar edilmiş, ərazi bütövlüyü və suverenliyi faktiki və hüquqi olaraq təmin olunmuşdur. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli sərəncamına əsasən ölkəmizin tam suverenliyinin bərpa olunduğu gün, sentyabrın 20-si Dövlət Suverenliyi günü elan edilmişdir. Bu tarixi qərar yalnız hərbi və siyasi baxımdan deyil, həm də milli mənəvi dirçəlişin simvolu kimi dəyərləndirilir. Suverenliyin tam bərpası ilə Azərbaycan konstitusiyasının hüquqi qüvvəsi işğaldan azad olunmuş bütün ərazilərdə təmin edilmiş, dövlətin ali qanunu olan konstitusiya üzərində cəmiyyətin birliyi daha da möhkəmlənmişdir. Bu reallıq təhsil müəssisələrində də dərin əksini tapır. Çünki vətəndaşlıq dəyərlərinin, qanuni aliliyin və dövlətə sədaqətin formalaşdığı ilk məkan məktəblərdir. Şagirdlərə hüquqi təfəkkür, milli kimlik və vətən sevgisinin aşılanması, suveren dövlətin gələcəyini quracaq vətəndaşların yetişməsi üçün təməl şərtdir. Kaspi liseylərində milli ruhun aşılanması və suverenlik şuurunun möhkəmləndirilməsi təhsil prosesinin əsas dayaqlarından biridir. Bu məqsədlə həyata keçirilən Milli Yaddaşın İzləri layihəsi şagirdlərin tariximizi dərindən mənimsəməsi, milli kimlik və vətən sevgisinin formalaşması üçün önəmli platformaya çevrilmişdir. Layihə çərçivəsində Azərbaycan tarixinin müxtəlif mərhələlərinə əsr olunmuş təqdimatlar, inşa və rəsm sərgiləri təşkil olunur, bu isə gənc nəsildə həm tarixi yaddaşın, həm də milli qürurun möhkəmlənməsinə şərait yaradır. Kaspi liseyində milli bayramlar və dövlətimiz üçün əlamətdar günlər 27 sentyabr, Anım günü, 8 noyabr, Zəfər günü, 9 noyabr, Dövlət bayrağı günü,
18 oktyabr Dövlət müstəqilliyinin bərpası günü, 20 yanvar Ümumxalq hüzn günü, 26 fevral Xocalı faciəsi, aprel döyüşləri, 26 iyun silahlı qüvvələr və digərləri xüsusi qeyd olunur. Bu günlərdə təşkil olunan tədbirlərdə tanınmış yazıçılar, ictimai xadimlər, elm adamları ilə yanaşı şəhid ailələrinin üzvləri və müharibə qaziləri də iştirak edir. Onların məktəblə təmasda olması, keçdikləri həyat yolunun şagirdlərə çatdırılması, şagirdlərdə milli birlik və vətəndaşlıq məsuliyyəti hissini gücləndirir. Kaspi liseyinin əsas hədəfi yalnız bilik deyil, həm də vətənə bağlı hüquq və azadlıqların dəyərini anlayan, müstəqil Azərbaycanın gələcəyini məsuliyyətlə daşıyan nümunəvi vətəndaşlar yetişdirməkdir.